Salam əziz astrologiya sevərlər, hər birinizi salamlayıram. Ekrana yaxın əyləşin, çünki sizə söz verdiyim kimi hal-hazırda gündəmdə olan İran, İsrail və Amerika müharibəsi ilə bağlı astroloji yanaşmamı deyəcəm. Bildiyiniz kimi biz artıq 2026-cı il girməmişdən, hətta yay aylarında İsrail və İran arasında baş verən münaqişədə söylədik ki, çünki yayda məhz 3 ay yay baş verən bu gərginlikdə Saturn Qoç bürcünə tranzit etmişdi və sonra yenə Balıq bürcünə bir retro hərəkətə başladı və biz nə dedik? Dedik ki, bu müharibə qısa müddətli bir müharibədir. Bu sadəcə 2026-cı ildə başlayacaq kinonun fraqmanıdır. Bəli, və 2026-cı ilin fevral ayının sonundan etibarən artıq İran xəritəsi üzərində bir Saturn döngüsü başlayır. Hal-hazırda Saturn Qoç bürcündə hərəkət edir. Bildiyiniz kimi 2026-cı ilin savaş enerjisi olacağını, mübarizə enerjisi olacağını bildirmişdik zaten və bu mübarizə, bu savaş enerjisi də İran xəritəsində məhz onun ayının üzərindədir. Çünki İran xəritəsində mundalin astrologiyada, yəni dünya astrologiyasında bir dövlət xəritəsində ay onun xalqını, ölkəsini təmsil eləyir, onun rəfahını təmsil eləyir və ayın üzərində artıq bir Saturn tranziti başlaması da qarşıdakı 2028-ci ilin ortasına qədər olan periodda məhz İranın keçəcəyi sınaqları, savaş enerjisini, mübarizə enerjisi, İran xalqının ayağa qalxması, dəyişimə, reforma getməsi və mübarizə, müharibə enerjisinin olmağını zaten göstərir. İkinci bir kombinasiya nədir? Bildiyimiz kimi artıq Plüton Dolça bürcünə keçid edib və İran xəritəsində Merkuri, Mars və Günəşin üzərində tranzitə başlayır. Bilirik ki, astrologiyadan Plüton hansı evə düşürsə, hansı bürcdədirsə, o bürcün mövzusunda, o evdə böyük bir dəyişim, yıxım enerjisi gətirir. Lazımsız köhnə qalıqları məhv eləyir və yerinə yenisini gətirir. Məhz Plütonun da İran xəritəsində onun Merkuri, Mars və Günəşin üzərindən qarşıdakı 4-5 il ərzində keçməsi İranın qarşıdakı bu 2030-cu ilə qədər müddətdə böyük bir dəyişim, dönüşüm dönəmi, İranın yenidən yenilənməsi və yeni bir düzənin ortaya gəlməsi müşahidə olunacaq. Bəli, bu asan olmayacaq. İran çox itkilər verəcək. Azadlıq mübarizəsi, azadlıq eşqi xalqın və İran dövlətinin çox böyük itkisi bahasına başa gələcək. Hal-hazırda 2026-cı ilin fevral ayından etibarən Dolça bürcündə, fevralın 17-si Dolça bürcündə bir günəş tutulması baş verdi və Dolça bürcü nə idi? Reformdur, xalqın, millətin ayağa qalxmasıdır, azadlıq istəyidir, isyanlar idi ki, xalq da zaten bunu yanvar ayından etibarən başlamışdı və bir Merkur retrosu yaşayırıq. Bu retro nəyə görə digər retrolardan daha fərqlidir və daha negativdir? Ona görə ki, Merkuri sevmədiyi bir bürcdə, yəni Balıq bürcündə retro hərəkətdədir ki, bu da İran xəritəsində onun 12-ci evində Cənub ay düymü üzərində öz təsirini göstərir. İtkilər, mübarizə, arxadan çevrilən işlər, hətta İran hakimiyyəti daxilində görürsünüz, satqınlar ortaya çıxır. Məsəl üçün, informasiyanın gizli paylaşılması, arxadan çevrilən işlər kimi məsələlər gündəmə gələ bilir. Hal-hazırda bu müharibənin ən kritik dönəmi deyərdim ki, mart ayıdır. Mart ayı, xüsusilə martın 22-sinə qədər ən kritik döngüdür və mart ayının 19-unda bir Balıq bürcünün 28 dərəcəsində bir yeni ay yaşanacaq. Amma bu yeni ay Şiat ulduzu üzərində olacaq və bu ulduz heç də yaxşı təsirlər verməyən bir ulduzdur. Yəni itirmə, şanssızlıq, faciə, dəniz qəzaları, dənizlə bağlantılı faciələr, böyük ehtimal ki, Hörmüz boğazı barədə orada baş verəcək böyük bir negativ hadisə baş verə bilər 19-20 mart tarixlərində. Hətta radioaktiv sızıntı, dənizdə gəmilərlə bağlantılı çox böyük problemlər eşidə bilərik biz 19-20 mart döngüsündə İran xəritəsi üzərində. Ondan sonra artıq 22-sindən etibarən bir də eyni zamanda 19-20 mart döngüsü həm yeni ay, həm də Merkurinin S pozisiyasına keçməsi, yəni Merkurinin durmuş vəziyyətdə olması müşahidə olunacaq ki, bu da heç də xoşa gələn bir kombinasiya deyil. Və 22 martdan sonra biraz nisbi sabitlik və sakitlik yaşana bilər. Lakin aprelin 10-dan sonra yenə də müəyyən məsələlərin gündəmə gəlməsi ehtimaldır. Çünki artıq Mars da məhz
göy üzündə tranzitdə Qoç bürcünə keçəcək və aprelin 20-si, 21-i kritikdir. Çünki Marsın Saturn və Neptunla birləşimi yaşanacaq. Qoç bürcündə bu müharibəni daha da qızışdıra bilər. Mart-aprel ayları daha kritikdir deyə bilərdim. Xüsusilə də bu müharibə aralıqlı olaraq davam eləyəcək. Müharibədə qazanan tərəf olmayacaq. İsrailin də xəritəsində neqativ bir kombinasiyadır. 2 il yarım müddətdə qonşu ölkələrlə böyük problemləri olacaq. Onun əleyhinə çıxacaqlar. Bu müharibə tam da İsrail və Amerikanın xeyrinə olmayacaq. İran böyük çevrilişə gedəcək. Bəli, rejim dəyişəcək, sistem dəyişəcək, amma bu birdən-birə olmayacaq. Böyük bir müddət çəkəcək. Minimum 2 il yarım bir mübarizə döngüsüdür. Amma bundan sonra da İran 2 il yarım, 2028 və 30-cu illərdə böyük ekonomik kriz, qıtlıq içində ola bilər. Hətta dünyada belə bir enerjidə biz görə bilərik. Çünki Saturn Qoçdan Boğa bölgüsünə keçid eləyəcək və Boğa maddiyyatla, komfortla bağlantılı olduğu üçün, qida ilə bağlantılı olduğu üçün məhz dünya üzərində yaşana biləcək qıtlıq problemləri də biz 2028 və 30-cu illərdə müşahidə edə bilərik. Bu müharibənin ən həlledici dönəmi avqust ayı olacağını düşünürəm. Çünki həm Trumpın, həm Netanyahunun Mars üzərində bir günəş tutulması baş verəcək, cənub ay düyümü tutulması olacaq. Orada bir kritik vəziyyətdir. Orada onlar müəyyən bir şeylərdə güzəşt etməyə məcbur ola bilərlər müvəqqəti. Hələ ki, İran mübarizə aparmağa davam eləyir. Xüsusilə də şərq ölkələri bu müharibədə çox iştirak edə bilərlər. Qarşıdakı 2 ay ərzində kritik döngüdür. Mart və aprel aylarında şərq ölkələrinə səyahət etmək heç də məsləhət deyil. Hətta deyərdim ki, bura Hindistan və Pakistan da daxildir. Orada da müəyyən bir problemlər gündəmə gələ bilər daxildə. Ona görə də bu ölkələrə də səfər etmək istəsəniz, biraz daha tədbiri əldən verməyin. Hələ ki, gündəmdə olan bu savaş enerjisi ilə bağlı astroloji qısa proqnozumu sizin diqqətinizə çatdırdım. İlərləyən günlərdə yenə də müəyyən yanaşmamı, proqnozumu sizlə bölüşəcəm. Özünüzə diqqət eləyin. İnşallah hər şey insanların xeyrinə və sülhün xeyrinə nəticələnər. Sağ olun.